Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinə xoş gəldiniz. Bugün qarpız qabığından çox gözəl rəngbərəng qarpız qurularının, qarpız şirinlərinin hazırlamasını paylaşacağım. Ləyənə qarpız qabıqlarının üzərinə çıxacaq qədər su, 2 dolu xörək qaşığı soda əlavə edirəm. 1 ədəd qarpızı kəsib, içərisinin qırmızı yerini çıxardıb, üzərinin qabığını soyuram. Qeyd edim ki, mən qarpız quruları üçün mürəbbəlik, qalın qabıq qarpızdan istifadə etdim. Qarpızın qabıqlarını hamısını bu şəkildə doğrayıb yığdım. Mən kətə-kəsən bıçaqla qarpız qabıqlarını xırda-xırda doğrayıram. Siz istədiyiniz figurda, formada doğraya bilərsiniz. Doğradığım qarpız qabıqlarının hamısını hazırladığım sodalı suyun içərisinə əlavə edirəm. 4 saat saxladım sodalı suda. Ara-ara alt-üst qarışdırmaq lazımdır ki, hər yeri eyni qaydada sodalı suda qalsın. 4 saat keçdi. Qarpız qabıqlarını bir neçə dəfə yuyub aş üzərinə əlavə edirəm ki, suyunu süzsün. Qeyd edim ki, mən 4 dəfə təmiz suda yudum, sodası getsin deyə. Qarpız qabıqlarını bişirmək üçün şərbətini hazırlayıram. Mən 4 kiloqram qarpız qabığına 2 kiloqram şəkər tozu, 2 stəkan su əlavə edirəm. Şərbət hazır olduqda qarpız qabıqlarını ləyənə əlavə edirəm. Qaynara düşdükdə ocağın altını söndürüb 2 saat gözlədirəm. 2 saat keçdikdən sonra mürəbbəmizin altını yandırıb orta ateşdə bişiririk. Yarım limonun da suyunu əlavə etdim. Qarpız qabıqları bişdi. Şərbətini süzüb bir neçə qaba yığıram. Üzərinə qida boyasından istifadə etdim. Mən bu cür bir neçə qida boyasından istifadə etdim. Siz istədiyiniz rəngdə edə bilərsiniz. Qarpız qurularını hazırlayıb padnuslara, soba listinə yığırıq. Aralı qoymaq lazımdır ki, bir-birinə yapışıb qırılmasın. Kölgədə də quruda bilərsiniz, günəşdə də quruda bilərsiniz. Qarpız qurularımız hazırdır. Arada bir tez-tez çevirmək lazımdır ki, hər üzü eyni qaydada qurusun, həm də qırılmasın. Bu şəkildə qarpız qurularımız hazırdır. Quruyub artıq. Çay süfrələrinizi bəzəyəcək rəngbərəng qarpız şirinlərimiz hazırdır. Hazırlayan hər kəslərə nuş olsun. Gözəl vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, sağlıqla qalın, Allaha əmanət olun.